Dünyanın 5 ən zəhərli bitkilər bağı. 5-ci yer. İrlandiyanın Blairn ərazisindəki Cork qubernatorluğunda yerləşən zəhərli bitkilər bağıdır. 14-cü əsrdə bir qraf ailəsi tərəfindən ümumilikdə bağın özü salınır. 18-ci əsrdən yavaş-yavaş zəhərli bitkilər üzrə ixtisaslaşır. 19-cu əsrdən artıq ziyarətə açılmışdır. Hətta bağın girəcəyində bir daş da vardı ki, deyilərə görə o daş öpəndən sonra insana nitq qabiliyyəti verilir. Hətta Winston Churchillin belə o daşı öpdüyü göstərilir. 4. Qatil bitkilərin bağı. 16-cı əsrdə Paduyada, İtaliyada Medici ailəsi tərəfindən salınmışdır və Medici ailəsinin siyasi düşmanlarına qarşı həmin bağın bitkilərinin zəhərindən istifadə olunurdu. 3. Belçikada 1912-ci ildə Brua Metz qrafı tərəfindən salınmış olan zəhərli bitkilər bostanı adı belə gedir. Həmin bitkilərin, həmin bağın salınmasının məqsədi sırf təhsil xarakteri daşıyırdı. Tələbələrə müəyyən zəhərli bitkilərə qarşı mübarizə aparmaq yolları öyrədilirdi. 2. Cornwall Universitetində zəhərli bitkilər bağı. Walter Müncher tərəfindən salınmışdır. 1958-ci ildə veterinar tələbələrə heyvanlara zəhərli bitkilərin təsirini öyrətmək üçün istifadə olunur. Və ən nəhayət birinci yerdə dünyanın ən zəhərli bitkilərinin toplandığı deyilən 300-dən çox bitkinin toplandığı Britaniyanın Alnwick bağı. Bağ 20-ci əsrin sonlarında Northumberland Hersoginyası Jane Percy tərəfindən salınmışdır. Bu Paduyadakı bağdan bəhrələnibdir, həvəslənibdir və 2005-ci ildən ziyarətçilər üçün açıqdır. Lakin ora ancaq bələdçinin icazəsi ilə, xüsusi cədvəllə və adi geyimlə gedəməzsən. Xüsusi geyimlə getmək lazımdır. Çünki adi havadan belə zəhərlənə bilərsən.